Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün biz sizinle ekranda gördüğümüz linkler mövzusundan olan bir sualla tanış olacağıq. Çoxdan da dövlət qulluğu imtahanlarında linkler mövzusundan sual qarşımıza çıxmır, amma son imtahanda, yəni 16 fevral 2025-ci il tarixli imtahanda linkler mövzusundan ekranda gördüğümüz sual tələbələrdən soruşulmuşdur. Gəlin görək, bu linkler mövzusundan olan sualları həll edərkən biz hansı üsullardan istifadə etməliyik və sualımızın cavabını tapmalıyıq. Linkler mövzusunda bizə ilk öncə lazım olan, bilməli olduğumuz məqam dayaq nöqtəsi bu nöqtə olduğunu bilməliyik. Yəni ortada verilən bu hissə bizim dayaq nöqtəmiz adlanır. Və linkimizi həll edən zaman iştirilmiş hissəni şərtdə xüsusi bir uzunluq verilməyibsə bizə iki ştrix arasındakı məsafəni bir qəbul edirik. Və linkin sağ və sol tərəfində gördüyünüz kimi çəkilər bizə verilir. Sağ tərəfdə 6 və x çəkiləri, sol tərəfdə isə 3 və 8 çəkiləri. Sol və sağ tərəf dayaq nöqtələrinə görə tənzimlənir. Dayaq nöqtəsindən sağda dayananlara sağ tərəfdə olan çəkilər, solda dayananlara sol tərəfdə olan çəkilər deyilir. Və biz dayaq nöqtəsindən sağ tərəfdə olan çəkiləri hər birinin dayaq nöqtəsindən onlara qədər olan məsafəyə vurmalıyıq. Belə ki, dayaq nöqtəsindən sağ tərəfdə dayanan birinci çəkiyə qədər olan məsafə 1, 2, 3. Yazacağıq 3 vurulsun 6. Sağ tərəfdə dayanan növbəti çəkimiz 1, 2, 3, 4, 5, 6. Məsafə olacaq 6. Çəki də bizə naməlum x-dir və bunu tapmaq bizdən tələb olunur. Sağ tərəfdə başqa bir çəki verilmədiyinə görə sol tərəfin həllinə başlaya bilərik. Sol tərəfdə də eyni qaydada linkin dayaq nöqtəsindən sol tərəfdə dayanan çəkilərə qədər olan məsafə 1, 2. Birinci çəkiyə qədər olan məsafə yazacağıq 2 vurulsun 3. Növbəti çəkiyə qədər olan məsafə 2, 3, 4, 5, 6. 6 vurulsun 8. Tələbələr bəzən birinci çəkiyə qədər olan məsafəni 2 vurulsun 3 götürür. Növbəti çəkiyə qədər olan məsafəni buradan hesablamağa başlayır. Yəni 4 vurulsun 8 yazırlar, amma hər bir çəkiyə qədər olan məsafəni dayaq nöqtəsindən hesablamaq lazımdır. Bunu yazandan sonra dayaq nöqtəsindən sağ tərəfdə tapdığımız çəkiləri toplayır, sol tərəfdə tapdığımız çəkiləri toplayır, bir-birinə bərabər etməliyik. Yazırıq 6 vurulsun 8, üstə gəlsin 2 vurulsun 3, bərabər olacaq 3 vurulsun 6, üstə gəlsin 6 vurulsun x. Həll etsək, sadələşdirsək tənliyimizi yazacaq 48, üstə gəlsin 6, bərabər olacaq 18, üstə gəlsin 6x. Tənliyimizi sadələşdirsək yazacaq 18, üstə gəlsin 6x, bərabər olacaq 54-ə. 6x bərabər olacaq 54 çıxılsın 18, 36-ya. X də bərabər olacaq 36 bölünsün 6, 6-ya. Deməli, bizdən soruşulan çəki, yəni x çəkisi bərabər olacaq 6-ya. Sonda qeyd olaraq onu da deyim ki, dayaq nöqtəsinin üzərində hər hansı bizə bir çəki verilsə, məsələn, burada verilsə 8 çəkisi və yaxud digər bir çəki bizə verilsə, biz bunu nəzərə almırıq. Çünki dayaq nöqtəsindən həmin çəkiyə qədər olan məsafə 0 olduğuna görə həmin çəkini biz 0 alırsa, yenə də 0 alacaq. Digər bir məqam ondan ibarətdir ki, bu çəkilər aşağıda və yaxud yuxarıda verilməyə heç bir əhəmiyyət kəsb etmir. Yuxarıda məsələn 6 bu hissədə də bizə verilsəydi bu formada, yenə 6-ya qədər olan məsafəni 3-ə vurub eyni qaydada yazasıydı. Bu qədər. Çox sağ olun.